Romeo və Julietta faciəsi. Bir vaxtlar İtaliyanın Verona şəhərində iki nəsil yaşayırdı. Mantekkilər və Capulettilər. Onlar öncə çox mehriban idilər, bir-birlərinə hart deyib hart eşidərdilər. Hart nə idi? Ürək, ürək. Son illərdə Azərbaycanda insanları bir-birinə etdiyi müraciət forması. Əsas da 45 plus bığ-bırma daydayların. Sonra birdən ölkə iqtisadi böhran çöktü və onlar başladı böhrandan qurtulmaq üçün nələrsə icad etməyə. Mantekkilər adlarına uyğun olaraq Macchiato, Capulettilər isə sizcə nəyi? Cappuccino! Təbii ki, Cappuccino icad etdilər və başladılar hər yerdə coffee shop açmağa. Və bununla kifayətlənmədilər, başladılar bir-birlərinin bazarlarını öldürməyə. Macchiato 4.50, Cappuccino 4. Macchiato 3.50, Cappuccino 3. Macchiato 2.50, Cappuccino 2. Ha başınıza donum. 2 manada Cappuccino olar. Bu sallama çayda bir əmsizdən ötürü. Aralarındakı yanına rəqabətə görə başladılar. Öz ancaq xalası uşaqları, əmsi uşaqlarını evlənməyə, bir-birlərini qız alıb verməyə dayandırdılar. Sən də bizlərdansan, qıvlasız. No. Mən qıvlasız deyiləm. Mən böyük İngilis yazıçı şairi Sir William Shakespeare'əm. Nə piri? Qadan alım üzürü say. Sən də onların seyidsən, eləmi? O qurban olduqlarından. Bağışla qadan alım. Nə seyid. Mən yazıçıyam, mən poema yazıram, piyes yazıram, faciə yazıram. Nəcə? Şeir yazıram. Hə, başa düşdüm. Deməli, sən də onların Dədə Qorqudusan, eləmi? Elə Pirsosqandan da oxşur ha. Nədə də Qorqud. Mən olsam onların Nizami Gəncəvsi ola bilərəm. O Leyla Məcnunu yazmışdı. Amma mən Romeo və Juliettanı yazmışam. Bir dəqiqə saxla, sən üzü çaşdın. Bu dünyada heç kim Nizami ola bilməz ha kişi. O bu dünyaya bənzərsiz gəlib, bənzərsiz də getdi. 2 dəqiqə işim var. Gedim görüm gəlim, özüm səndən danışacağam. Nizamiymiş, yox bir. Nizami, onun sevgiyə baxın. Heç ingilislər məni bu qədər sevmirlər. Deyirəm, bəlkə mən də Romeo Juliettanı Azərbaycanda yazsaydım, bu qədər sevilərdim. Bir anlıq bunu təsvir edin. Bir də ki, niyə təsvir edək ki? Gəlin gözlərimizlə canlı şahid olaq. Salam xanım. Zəhmət olmasa bu stəkan içinə su doldura bilərsiniz. Necə su? Pulqabım maşında qalıb, heç nə yoxdur da. Çox sağ olun. Romeo. Eləcə Romeo. Eləcə Romeo deyəndə ki, Dedim bəlkə Alfa Romeosan. sən necə də şənsən. Julietta. Eləcə Julietta, Eləcə Julietta deyəndə ki, nə bilim, bir şey tapıb tapışdıra bilmədim. sən necə də Şənəm, yox şitsən. səni ilk baxışdan sevdim. Elə mən də. Mənə ərə gələrsən? Heç başını da ağrıtma. Onsuz indi ərə getmək dəbdədir. Yaşım da çoxalıb. Romeo, sən kimlərdənsən? Əlimdəki stəkandan tutmalıydım. Ver tutum. Ay stəkan, bu oğlan kimlərdəndir? Cavab vermir. Bir qurtumu sonda biləcəksən. Bunun içindəki sudur ki. Su təpədənsən? Venesiyanı deyirsən? Elə adan kimi bir şeydir. Heç nə suyun içindədir. Yekə oğlansan, bunun içinə niyə su doldurmusan? Palit oldum. Tova birinci səfərdir belə bir şey eləyirdim. Mən də məcbur qaldım. Stəkanın içini su ilə doldurdum. Ciyərim yanır, ciyərim. Yaxşı da başa düşürəm. Bəzən mən də hir eləyirəm. Hətta bəzən stəkanın içində kofe bitir, atmıram. İçinə su doldururam, sonra gedirəm, şəklini çəkirəm, paylaşıram, bir sözlə göz çıxardıram. Julietta, bu elədiyimiz bilirsən nəyə bənzəyir? Niyə bilmirəm ki? Tanınmış bəzi markaların hardansa paketini tapırsan, sonra gedirsən binəyə, alırsan, içini doldurursan. Gedirsən bir dənə molun giriş qapısında şəkil çəkdirirsən, paylaşırsan, olursan fenomen. Altdan da yazırsan ki, Milanda idim moda həftəsində. Julietta, biz mütləq evlənməliyik. Niyə? Çünki məni çox sevirsən. Yox, çünki eyni ağıldayıq. Mən ərə gələrsən? Gələcəm. Gələcəm. Ay. Cülü, ay Cülü, az harda qaldın sən? Bu qızı da bir yerə yollamaq olmur, getdi gəlmir. Of ay mama. Hər dəfə gəlib kinonun ən maraqlı yerinə çatsan, sonra da deyirsən ki, başqaları kimi ərə getməyibsən. Az bildim.
özüm elə deyirəm dana. Kimlərdəndir o oğlan? Mantekkilərdən deyim amma. Yox. Atam bilsə bizi öldürər. Qəti onların adını bir də çəkmə. Bizə o qədər zərbə vurduqları bəs deyil. Hələ bir o təzə bir kafe növü icad ediblər. Bütün bazarımızı bağlayıbdılar. Bu mənim son şansımdır. Bunu əlindən qaçırdan deyiləm. Niyə? Yəni iki daşın arasında elə sevdin? Həm xoşuma gəldi, həm də ki, nə qədər kapuçino içmək olar? Ara yerdə ağzımın dadını dəyişərəm da. Yenə deyirəm ki, onlardan bizə kürəkə olası deyil. Sən onun həyasız anasını tanımırsan elə. Ana, bir qız görüb sevmişəm. Mənim üçün oraya yetə gedərsən? Kimlərdən də oğul? Kapulettilərdən. Nə? Qəti şəkildə yox deyirəm. Mən gedib çayçı Mahirin qızını alaram, amma Kapuletilərdən qız almaram. Düzdür, Mahirdə yönlü çay vermir, Teyxa Kraskadır verdiyi çay. Limonu da elə bil ki, sümürüb qoyublar limon qabına. Ana, sən bunları hardan bilirsən? Yoxsa gecələr atamdan xəbərsiz çayçıya gedirsən? Bəs nə? Boşluq olanda da gedib nərd atıram, dabini oynayıram. Yaxşı, yaxşı, zarafat eləyirəm. Atangil eylənəndə eşitmişəm. Özündə çayçı söhbətini yığışdır. Yoxsa atan gələndə birinin üstünə beşini qoyub deyərəm. O temanda yığışdır. Yoxsa səni ömürlük mars edərəm. Dünya gözünə ağ qoşa görsənər. Zeyta, bizimkilər evlənməyimizə razı deyirlər. Elə bizimkilərdən. Bəs onlar neyini yeyir? Orijinalda necə idi? Deməli sən yuxu dərmanı içirsən. Sonra mən gəlib görürəm, belə bilirəm ki, sən özünü öldürmüsən. Mən də zəhər içib özümü öldürürəm. Sonra sən oyanıb görürsən ki, mən özümü öldürmüşəm. Dözmürsən, xəncərlə özünü öldürürsən. Bir dəqiqə, başım qarışdı. Bunun biraz prostoy versiyası yoxdur. Neyini, orijinalda belədir. Nə dedin? Nə dedim ki, mən yazıq? Sən yazıq deyilsən, dahisən, dahi. Təllərimdən qaçırıram səni. Ədə hara qaçırdın məni? Birbaşa sevgizin verişinə. Romeo, sən canı. Məndən ötürü həqqi zəhər çərsən. Az dəlisən, onsuz yediklərimizin hamısı Teyxa ximya deyilmi? Hə, beləcə də onlar da hamı kimi axına qoşulub getdilər sevgizi verişinə. Necə deyərlər, Allah çaşdırmış. Allah xoşbəxt eləsin, oğlu uşaqlı olsunlar. Canı gəldi bu. Dedim axı, Shakespeare. Hə, 2 dəqiqə gözlə. Ay qardaş, sən... Ay, bu kimdir? Ay, bu nə uşaqdır, Ay, qardaş? qadan alıb, mənim uşağımdır. Bunun gözünün əlini vur. Ay, qardaş, mən Ay, vur da, təqibdə açım, yazılsın. ay, Hə, vur. vurdum, sonra. Ay Allah, Eldarın gözləri açıldı. Qoy. Ağzına da vur, ağzına da vur. Hə, vurdum, sonra. Ay Allah, ata! Eldarın ağzı açıldı, ayağına da vur, ayağına da Hə, ayağına da vurdum, sonra. Ay Allah, Eldarın ayağı Ay, açıldı. qaç görün buradan. Ay Allah! Ay millət! Görürsünüz ana, Seyiddir, əsl Seyiddir. Gəl növbəyə Qardaş, dur, mən növbəyə. yazıçıyam, Seyid nədir? Ödəniş, ödəniş. Ödənişim yoxdur ya, bala qoyun versən. Olar, olar. Ala. Ay, siz nə? Ha, bu 2 nəfərsiz. İkimizi bir saydan. Ha, bu avtobuslu uşaq qucağına alıb oturasan. Yeni karnavaldır. Ala, bu da sənin. Söh. Niyə tutun bağlayın? Niyə tutun bağlayın? Ay, sən görün. Cəddinə qurban olum, ay Ay, Seyid filan. Allah sizə rəhmət Ay, eləsin. qoymayın, qaçdı. Çörək ağacım qaçdı, ay Allah. Növbəti qonaqlarımız buyursunlar. Gəlin, gəlin, utanmayın. Az gəlin də, bu... Ay Allah, görün kimlər. Bunlar da məndən əl çəkmir. Gəlin, keç. Necəs, nə var? Ay, keçin, yaxşı, keçin, oturun, keçin. El ikiniz gəlmişsiniz. Az bayaqdan dönəndə, ayıbdır. Analarımızı çağıraq. Analarımız. Gəlin, ay qız, gəl. Bunlar yenə. Ay qız, nə olub? Aa! Keçin, otur. Təzə gəl. Çox şadam, ay qudam, ay qudam. Şad olmuşam bu axşam, ay qudam, ay qudam. Gəlişin oldu bayram, ay qudam, ay qudam. Sən evimizin bəzəyisən, bəzəyisən, ay qudam. Bəs indi nəyə gəlmisiniz?
Olmaya siz də məşhurlaşmaq istəyirsiniz. Elgiz müəllim, uşağımız olmur, ona görə gəlmişik. Can, ay qız, nə olub? Nə həşirdir? Hələ təzə evlənmisiniz də. Elgiz müəllim, 2 aydır. Hə, Can, 2 ay böyük srokdur. Selciz müəllim, ayıb söhbət eləyirsiniz, olmur belə. Bu 10 milyon adam baxır bizə, biabır eləyirsiniz. Olmur axı. Aa, necə səbləşdirmə tavelniyam qalxdı. Hələ mənə bir ağıl öyrədir. Elgiz müəllim, siz Allah, mənim xətrimə ərimi bağışlayın. 2 ayda evlənmişik, uşağımız olmur. Qaynanam tərəfdən də üzümə söz gəlir. Yazıq atam, rəhmətə getdi. Bircə anam qalıbdı. Can, anan ölsün, anan ölsün. Amin deməyən dillər qurusun. Ne canın ölsün. Nə var? Dəhşirdir, nə olur? Nə olub ay Elgiz müəllim, biz hiss eləyirik. Belə şey olar, yekar vatdan oturun da. Uşaq olmadı yatan rəhmətə getdi. Elgiz müəllim, uşaq nə əlaqə? Hər ərimi görəndə deyirdi ki, səni bizə calayanım. İndi isə qoyun mən sizə kömək eləyim. Deməli, studiyamıza çağırıram ekspertimiz Seyid Vilayəti və onun PR meneceri və prodüseri Şəfayət Tapdığı. Qoyun onlar gəlib elə sizə kömək olsunlar. Gəl, gəl. Alqış, bəs, belə şey olar. Çağırmışıq sizi alqışlamağa da. Gəl, çıx. Selgiz müəllim, dəvətiniz üçün çox sağ olun. Buradan hər kəsi salamlayıram. Hamını salamlayıram və demək istəyirəm ki, səhhətimlə bağlı mən Almaniya 10 günlük səfərə gedirəm. İndidən menecerimlə əlaqə saxlayın, nömrələrinizi qoyun. Kiminə lazımdır, şəfasını verəcəm. Heç narahat olmayın. Deməli, bizim bu gənclərin uşağı olmur. Onlara necə köməklik göstərə bilərsiniz? Oo, Seyid babam illərdir cəmaatın şəfasını verir. Mənim əlimdə nədir ki? Qızım, mən sənə indi bir dənə ofsunlamış çörək verəcəm. Qoyarsan dilimin altına. 9 aydan sonra ay parçası kimi bir dənə uşağın olacaqdır. Gözlə bir dəqiqə, sumkanı bər ver. Sumkanı bər ver deyirəm. Nədir? Çoxdur. Ay, 1000 dəfə demişəm, adam sanadan balasan, bu çörək hara basıb yiysən sıpa kimi? Mən nə qarıcım indi? Mədəm tez-tez yoga verir deyə basıb yemişəm çörəyi. Seyidin gözündən dirək. Bir dəqiqə deyən, bu sizin öz qarnınızdır. Dəlisən sən. Bəlkə deyirəm sizdə. Yox, dəlisən sən. O aşaq bər gəl. Bala, ala, bu bir manadır. Bax, 30 qəplik bir dənə zavod çörək alasan. Niyə dayı boq təndir alasan? Sonra dədənin dırdırına qutaran verəcəm deyirəm. Get. Yolda gələndə endirmə düşmüşdü, bir dənə suxarik aldım. O kömək eləməz. Çünki vaxtında yola salaq getsinlər, vaxtımız az yazıqdılar. Ver görüm o sıxarki, ver görüm. Hə, qızım, gör nə deyirəm. Bax, ala bu sıxarki götür. Amma bərbaşdan deyirəm, uşaq kürəni olacaq. Özdəki üzü çopur olacaq. Niyə? Çünki sıxarki çox qızarıbdır, üzdə deşik-deşikdir. Az ver görüm o pendirlidir yoxsa tomatlıdır. Özdəki qarşısında saxlayırsan, axşam futbol var. Futbola baxa-baxa qəşəng yeyəcəm. Dəlisən, elə bir dənə uşaq istəyirsən. Qoy bacılı qardaş da olsun lan. Elgiz demiş, nə həşirindir. Bununla da verilişimiz sona çatdı. Gələn dəfədən geyinin, keçirin ki... Ay Seyid müəllim, sizdən bir şey xahiş eləyə bilərəm. Buyur bala, buyur. Siz elə eləyə bilərsiniz ki, mən bir də belə eləməyim. Nətər eləməyəsən? Yox bala, səninki də bunun həyasızlığı kimi Allahdan gələ bir nemətdir. Bir də bir şey deyəm, sən çörəyinə bundan çıxır, dəyişməsən yaxşıdır. Yaxşı mı? Hələlik! Buyurun dəyərli münsiflər. Ssenari kimindir? Niyə belə qarışıq yazmısan? Birlə əlaqələndirmişəm, həm də ki, bu açığı bizdə bu qaloş piri, dəvə piri, gipsdən dəvə düzəlmatına keçirlər. Daha çox ona vurğu vuraydın. Nəinki o Seyidin özünün də o pirlərə daha çox vurğu vuraydım gərək. Biraz qarışıqlıq, coşqun mənim mümkün çox idi. Həm qarışıqlıq çoxdur, həm
aktyor sayın çoxdur. Bəlkə də xuddanmısan yazmağa, dayanmamısan. Kaş elə əvvəldən Selgizin mövzusunu elə ondan başlayırdınız. Yəni, Ya da ki, o əvvəldən verilişə bir parodiya eləyirdiniz. əvvəldən başlayıb, elə əvvəldə də o Şekspirlə sonluğu verərdiniz. Yəni, araya başqa mövzular girdikcə sizin xəttiniz itir. Xətt itir. Xətt itir. Təşəkkür edirik.